Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda bizi birləşdirən Novruz adlı beynəlxalq elmi konfrans və bayram əhval-ruhiyyəli elmi bədii tədbir keçirilib. Tədbir başlamazdan əvvəl iştirakçılar türk xalqlarının milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək qeyd edib ki, Novruz bayramı xalqımızın zəngin mədəniyyətinin, dərin köklərə malik milli mənəvi dəyərlərinin, mehribanlıq və qonaqpərvərlik ənənələrinin təcəssümüdür. Azərbaycan xalqı Novruzu hər zaman xüsusi təmtəraqla, ürəklərdə sevgi və xoş niyyətlərlə qeyd edir. Bu bayramı əsrlər boyu milli kimliyimizin ayrılmaz hissəsi kimi qoruyub saxlayır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin müdiri, Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının sədri, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu vurğulayıb ki, Prezident İlham Əliyev həm ümumilli lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirib. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramı işğaldan azad olunan rayonlarda da keçirilir. Artıq 4-cü ildir ki, Prezident İlham Əliyev bu bayramı işğaldan azad olunmuş rayonlarda keçirir. Güllü Yoloğlu Novruzun tarixindən, adətlərindən, nümayiş olunan oyunlar, tamaşalar, səsləndirilən nəğmələr, eləcə də inanc və mərasimlərdən söhbət açıb. Azərbaycanlı alimlərlə yanaşı Qaqauz, Qazaxıstan, İran və digər ölkələrin elm adamları da mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Novruz birlik, həmrəylik nişanəsi olduğu üçün həmin bayramı keçirən xalqların bir-birləri ilə əlaqələri daha da möhkəm olmalıdır. Меня зовут Тажахметова Жаннаргуль Турсунбаевна. Я из Казахстана. Mənim adım Tacahmedova Jannar Gülsünbayevnadır. Mən Qazaxıstandanam və bizim çox əsrlik ortaq ənənələrimizin qorunub saxlandığını görmək və eşitmək mənim üçün çox xoşdur. Bu mirası gənc nəsillərə ötürməyimiz və onun unudulmaması məni sevindirir. Bura məni Güllü xanım dəvət edib və bu mehriban xalqları görmək, eşitmək mənim üçün çox xoşdur. Biz hamımız bir-birimizi çox sevir, hörmət edir və dəyər veririk. Любим, уважаем и ценим. Novruz bayramının ərəfəsində biz bu tədbiri keçirdirik. Çoxlu qonaqlar təşrif buyururlar, gəlirlər. Çox qəşəng keçir. Bütün adət-ənənələrimizi qoruyub saxlamaqla, unutmamaq şərti ilə çalışırıq ki, bütün keçmişləri indiki təzə yeni nəsilə çatdıraq. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Misya TV.